Sevgili buğalar ve yükselen buğalar, 23 yanvar tarixinə qədər gökyüzündə enerjinin və motivasiyanın planeti olan Mars Oğlaq bürcündə hərəkət edəcəyi üçün 23 yanvar tarixinə qədər sizin gündəminizdə universitet, akademik təhsil, doktorantura, xarici ölkələrə səyahət, viza, pasport, köç və hüquqla əlaqəli mövzular yer ala bilər. İmtahanlar, dissertasiyalar və layihələr üçün intensiv və intizamlı şəkildə çalışmalara başlaya bilərsiniz. Uzun müddətdir təxirə salınan təhsil planlarınızı həyata keçirə bilərsiniz. 23 yanvar tarixinə qədər akademik təhsil həyatınızda müəllimlərinizlə və akademik məsləhətçilərlə problemlər yaşamamağa diqqət və özen göstərin. Təhsil və iş həyatınızla əlaqəli daha çox səyahətlər edə bilərsiniz. 23 yanvar tarixinə qədər fərqli mədəniyyətdən olan və yaxud da uzaq məsafədə yaşayan bir insanla ciddi tanışlıq yaşaya bilərsiniz. Əgər ikili münasibətlərinizdə ortaq məqsəd, vizyon və gələcək planı yoxdursa, münasibətlərinizdə ayrılıq yaşaya bilərsiniz. Sağlıq həyatınızda isə dizlər, sümüklər, bel və dişlər həssas ola bilər. Dövlət qurumları və rəsmi orqanlarla olan işləriniz və ünsiyyətiniz 23 yanvar tarixinə qədər arta bilər. Səyahətlərinizdə biraz gecikmə, qəza və stresslərə qarşı diqqətli olmağa çalışın. Sevdiyiniz insanla dünya görüşü ilə əlaqəli biraz ziddiyyətlər yaşaya bilərsiniz. Diqqətli olun.